Nədir? Qısa dar mənada desək təkamül qalıcı genetik dəyişkənlikdir, amma bunu daha da genişləndirsək deyə bilərik ki, təkamül nəsillər ərzində orqanizm populyasiya və topluluqlarında baş verən genetik dəyişmədir. Lakin bu verdiyimiz tərif bizə təkamül nəticəsini göstərir. Təkamül daha yaxşı anlamaq üçün təkamülün necə getdiyi mexanizminə nəzər yetirməliyik. Burada biz iki əsas fikrə, iki əsas ünsürə baxacağıq. Bunlardan birincisi genetik dəyişkənlikdir. Təkamülün ilk mexanizmi olaraq bunu deyə bilərik. Çünki genetik dəyişkənlik təkamülün xammalıdır. Təkamülün getməsi üçün hər hansı bir irsi dəyişkənlik baş verməlidir. Üzr istəyirəm. Hər zaman söyləyirlər ki, bu adaptasiyadır, təkamül deyil. Onlara necə cavab verərdin? Necə bir də Deyirlər ki, bu adaptasiyadır, təkamül deyil. Xeyr, ümumiyyətlə biz artıq mutasiyalara baxırıq ki, mutasiyalar baş verən zaman yeni əlamət qazanılır. Buna biz adaptasiya deyə bilmərik. Adaptasiya nə vaxt baş verir? Seçmədə. Ki, indi ondan bəhs edəcəm. İlk öncə genetik dəyişmə mutasiyalardan danışaq. Okay. Mutasiyalar əslində özlüyündə 3 yerə bölünür. Birinci deyim, mutasiya nədir? Mutasiya sadə dildə DNT-də orqanizm irsiyyətinə baş vermiş təsadüfi dəyişkənlikdir. Bu özlüyündə 3 yerə bölünür. Yararlı, zərərli və təsirsiz. Zərərli mutasiyalar əsasən bir neçə xəstəliklərə yol açır. Məsələn, görürük ki, 2 başlı quzu dünyaya gəlir və məhv olur, gedir də anomaliyalar. Xəzər TV-ni sevimli. Bundan əlavə uşaq vaxtı çox gördük xəbərlərdə. Bundan əlavə olaraq təsirsiz mutasiyalar DNT-də mutasiya baş verir, lakin görürük ki, orqanizmə heç bir təsiri olmur. Bəli, 70% desin bu. Bəli, amma yararlı mutasiya ki, təkamül üçün əsas xammal, əsas olan yararlı mutasiyalardır. Belə ki, orqanizm irsiyyətində mutasiya baş verir, orqanizm yeni əlamət qazanır. Orqanizm yeni əlamət qazanandan sonra artıq təbiət işə girir. Bu qazanılmış əlamət həmin mühit üçün uyğundur. Yəni yararlı olması mühitdən asılıdır. Bəli. Konkret yəni, bir mühit xüsusiyyət seçməlidir. Bəli, məsələn, saçımın ortasında belə bir sarı rəng çıxır. Mənim cins seçməyə yardım edir və yaxud da ki, hansısa bir xüsusiyyətə yardım edir. Amma mən məsələn Afrikada doğulsam bu xeyir eləyir, Asiyada doğulsam xeyir eləmir. Yəni Afrikada doğulsam yararlı bir şeydir. Bəli, yəni oradakı yararlı. Orada mutasiya yararlı sayılır. Məsələn, biz əsasən genetik mutasiyalara örnək versək, bunu verə bilər ki, antibiotika davamlı bakteriyalar. Bəli. Məsələn, bu gün antibiotikdən intensiv istifadə edən insanlarda görürük ki, artıq onlarda bakteriyalar təkamülə uğrayır və köhnə antibiotika qarşı dözümlü olurlar. Məcburdular yeni antibiotik növlərindən istifadə etsinlər. Bundan sonra artıq